Salam, hər vaxtınız xeyir olsun. Bugünkü podkastımızda mən psixoloq Zeynəb Əyyubova və Hacı Mirkazım Əyyubovdur. Xoş gəlmisiniz. Çox sağ olun. Mən də sizi də salamlayıram. Bizi çəkənləri də salamlayıram və tamaşaçıları da salamlayıram. Təşəkkür edirəm. Bugünkü mövzumuz uğurdur. Ümumiyyətlə uğur nədir? Həm psixoloji nöqteyi nəzərdən, həm dini nöqteyi nəzərdən bugün uğura baxmadığımız yerlərdən istəyirəm baxaq. Birinci sualım isə belədir. Uğur ümumiyyətlə Allahın verdiyidir, yoxsa insanın qazandığıdır? Allahın vermədiyi bir şeyi biz əldə edə bilmirik. Nə varsa Allah verir. Özü Quranda buyurur ki, bütün yaxşı şeylər məndəndir, bütün pis şeylər sizdəndir. Bəli. Uğur elə bir şeydir ki, insan özü öz üzərində çalışıb, işlərini yaxşı görüb, İslam baxımındandır. Siz indi yəqin psixoloji baxımdan deyəcəksiniz. İslam baxımından və insani baxımından insan öz işlərini daha yaxşı görüb, nəticəni gözləyir. Yəni özündən asılı olan işləri çox yaxşı görüb, doğru düzgün görüb, nəticəni gözləyir. Peyğəmbər sallallahu aleyhi və səlləm bir dəfə sahabələrdən biri vəfat eləmişdi, dəfinə gedirdi və qəbri o qədər gözəl düzəltdi, o qədər kantlarını, filanlarını o qədər gözəl düzəltdi. Sahabələr özləri qayıtdılar ki, ya Rasulallah, siz bizə deyirsiniz ki, qəbirlər itəcək. Bir qəbrin üzərinə neçə qəbir düşəcək. Amma özünüz o qədər möhkəm düzəltdiniz bu qəbri. Əgər qalacaqsa bizə də deyin, biz də bu cür iş görək. Peyğəmbər buyurdu, xeyr, söhbət qəbirdə deyil. Söhbət ondadır ki, mən sizə onu ötürmək istəyirəm ki, o mesajı ötürmək istəyirəm ki, insan gördüyü işi yaxşı görməlidir, gözəl görməlidir. İnsan əgər həyatı boyu işlərini yaxşı görürsə, buna deyirlər uğur. Amma uğurun iki mənası var da, yəqin ki bilirsiniz. Uğur bir var ki, nə yoğurdum, nə yapdım, hazırda kökə tapdım. Bu maraqlı uğurdur. Maraqlı. Yəni oturursan evdə, birdən bir nəfər qapını döyür, deyir ki, ala mən bunu verirəm sənə, nə istəyirsən bundan elə və sən də ondan başlayırsan öz işlərini görməyə. Yəqin bizim izləyicilərimiz bu uğurdan istəyir daha çox. Bəli, bir də var ki, insanın öz zəhməti ilə çatdığı uğur. Adətən ağıllı insanlar, özlərini ağıllı hesab edən insanlar ikinci uğura daha üstünlük verirlər. Bəli. Hətta bir Rus alimi var, deyir ki, mənə belə deyək, udaçı lazımdır, mənə uspeh lazımdır. Yəni mənə o uğur lazımdır ki, mən zəhmətimlə onu əldə edeyim. Amma hacı sözünüzü kəsirəm, biz psixoloqlar bəzən bunu yanlış inanc adlandırırıq. Necə? Məsələn, bizə öyrədilən bilirsiniz də proses var. Biz öyrəndiyimizi həyatımıza tətbiq edirik və öyrəndiyimizi biz adətən doğulduğumuz evlərdə bizə ötürülən mesajlar verbal və qeyri-verbal olaraq öyrənirik və bu da elə bilirəm bizə ötürülən bir mesajdır ki, zəhmətsiz, məsələn, atalar zəhmətsiz bal yeməzlər. Bəli. Və yaxud mənə zəhmətlə ver. Niyə rahatçılıqla bu gələ bilərsə? Yəni elə bir öz şuuraltımızı da ona yönləndiririk ki, mən zəhmət çəkim və uğur qazanım. Yəni məgər zəhmət özü zövq deyil? Amma başqa zövqlər də ola bilər də. Yəni zəhmətdənmi zövq? Zövqlər çoxdur, amma zəhmət özü bir zövqdür ki, mən özüm öz əlimdən yaradıcıyam. Mən yaradıram, mən öz uğurumu yaradıram. Belə deyil ki, kimdənsə gözləyirəm, amma özüm yaradıram mən bunu. Yəni ümumiyyətlə bu inanclara sizin baxışınız necədir? Məsələn deyir, əgər Allahdan səbr istəsən, Allah sənə səbr eləniləsi nəsə bir yazı verəcək həmən anda. Sən o yaşadığın şeyə səbr eləyəcəksən və sən səbri öyrənəcəksən və ya sən Allahdan dözüm istəsən, Allah sənə dözümlülüyü öyrətmək üçün elə bir həyat verəcək ki, sən, yəni olmazmı ki, Allahdan da, həyatdan da, yəni hər adını bir cür qoyur da bunun, bilirsiniz indi bu müasir dövrdə. Olmazmı ki, bunun rahatçılığını istəyək? Yəni rahat yolu yoxdur bunun. Yəni bəlkə siz də o mesajı ötürürsünüz bizim izləyicilərimizə ki, mütləqdir ki, zəhmətlə olsun. Bilirsiniz, Allah gözəl Allahlıq eləyir. Elə əvvəldən özdə Allah çoxdan da Allahlıq eləyir. Allahlıq eləməyi bilir. Biz yaxşı bəndəlik eləyə bilmirik. Bəli. Allah gözəl Allahlıq eləyir. Belə deyil ki, biz Allahdan səbr istəyəndə Allah səbr versin bizə. Biz nə bilim nəsə istəyəndə Allah nəsə versin. Allah Teala hər şeyi hamıya veribdir.
Sadəcə insan gəlib həmin səviyyəyə çatmalıdır ki, Allahdan onu ala bilsin, qəbul edə bilsin. Yəni istəmək söhbətidə, yəni istəməkdə də biraz qüsurlu qorxuruq elə bir istəməyə. İstəməyin mənası bu demək deyil ki, mən oturum və içimdən bir dənə istək keçsin ki, Allah mənə filan şeyi versin. İstəmək ərəb dilində iradə deyirlər ona, iradə. Hətta Yasin surəsində hamımız eşidirik də dəfələrlə. Allah Taala deyir ki, İza ərada şey, Allah ki bir şeyi istədi, deyir ol və o da olur. O istədi, o iradədir. İradə təkcə oturub içindən istəyi keçirmək deyil, niyyət keçirmək deyil. İradə budur ki, mən bir şeyi istəyirəm, qarşıma məqsəd qoymuşam və onun uğrunda mübarizə aparıram, onun uğrunda çalışıram. Sizcə sözün sehri yoxdur, nitqin sehri, sözün sehri? Elə sözün sehri buradadır da. Mən istəyirəm və onun uğrunda mübarizə aparıram. O zəhmət ki, məni o istədiyim şeyə, istədiyim məqsədə çatdıracaq, nail edəcək, o sevgi, o belə deyim, məhəbbət insana zövq verir. Uğur qazanmaq istəyən hər bir şəxs mütləq ki, uğur qazana bilər? Əlbəttə. Hər bir kəs uğur qazana bilər. Amma qarşıya uğur məqsədi qoymuruq ki biz. Qarşıya bir məqsəd qoyuruq. Ona çatanda deyilir ki, uğurlu məqsəd oldu bu. Uğurla çat. Yoxsa mən qarşıma məqsəd qoymuşum uğur. Hər hansı uğur olur olsun, bu uğur deyil. Mən istədiyim uğur mənim üçün uğurdur. Ona görə mən bir dənə qarşıma məqsəd qoyuram. Həmin məqsəd uğrunda mübarizə aparıram, çalışıram və belə deyək, zamanı, məkanı elə tənzimləyirəm ki, mənim məqsədimə çatdıran vaxt mən doğrudan da həmin məqsədimi istəyim. Çünki bəzi şeylər var ki, biz istəyirik həyatda. Amma o bizə çatanda artıq o bizim istədiyimiz şey olmur. Bəli. Artıq keçmiş olur vaxtı. Boyatlaşır. Bəli. Biz zamanı, məkanı elə tənzimləməliyik ki, məqsədimizə çatanda o hələ bizim üçün zövq olsun. Buna deyirlər uğur. Belə bir də şey var ki, uğur, bilirsiniz, izləyicilərimiz də bunu özlərinə bir nöqtə kimi qeyd eləsinlər ki, uğuru da bəzən görmürlər. Yəni biz uğur deyəndə ancaq o böyük balığı nəzərdə tuturuq, amma o böyük balığa qədər olan o yolları, o periodları, o istəkləri ki biz yaşayırıq. Məsələn, şükür səbəblərimiz ki ola bilər. Məsələn, bizdə psixologiyada belə bir şey var ki, biz pasiyentlərə deyirik ki, hər gün 7 dənə şükür səbəbi yaz. Bu 7 dənə şükür səbəbi hər gün ayrı-ayrı şükür səbəbi axtarır deyə artıq şəxs əvvəl görmədiyi şeyləri görür və əvvəl baxmadığı şeylərə şükür eləməyə başlayır və şükür də bir növ təşəkkür. Nə yaxşı ki məndə bu var, nə yaxşı ki mən bunu yaşayıram və artıq o da bir uğurun bir növü olur ki, bu mənim uğurlarımdır. Məndə varsa əgər bu, artıq bu mənim həm şükür səbəbim, həm də uğurumun bir pilləsidir də deyək, belə bir şey deyək. Və bəzi insanlar deyim var, uğur üçün yaradılıb. Bayaqki sözün... Bəziləri isə yox. Bayaqki sualımız yarıda qaldı. Dediniz ki... Qayıdım ora. Mən istədim ora qayıdam. Dediniz ki, asan, yəni zəhmətsiz uğur olur. Əvvəla zəhmətsiz uğur şirin olmaz. Heç nə eləmədən gətirib mənə nəsə verdilər. Mən elə bir miras kimidir. Elə bir miras qaldı mənə. Nə gözəl. Kimdənsə miras qaldı. Axı, həyat ondan ötürü qurulmayıb ki. Həyat onun üçün deyil ki, mən bu həyatda gəlim bir ton yemək yiyim, bir ton su içim, axırda da ölüm gedim və salam qutarsın. Belə deyil. Həyatda insanın hansı məqsədi olmalıdır? Məqsədsiz bir yerə çatmaq, məqsədsiz, zövq verməz məncə. Xəritəsiz bir yerə getmiş. Bəli. İnsan deməli öz üzərində işləyir. Görürsünüz ki, Allah Taala insanı əvvəlcə nadan yaradıb. İnsan cahildir. 10 yaşına qədər, 12 yaşına qədər insan bu cahilliyi yırtmaqla məşğuldur. Və ondan sonra bunda artıq seçim əmələ gəlir ki, mən hansı seçimi edim, hansı tərəfə gedim, çatım. O məqsəd gəlir, çatır insana. İnsan bilir ki, artıq mən nə üçün hazırlaşıram, nəyə doğru gedirəm və başlayır onun üçün zəhmət çəkmək. Bəzi zəhmətlər
çox olur, bəzi zəhmətlər az olur. Bir dənə idmançını nəzərdə tutun. İdmançı dəfələrlə məğlub olur, dəfələrlə. Bir dəfə qalib olmaqdan ötürü. Sparinglərdə, ringlərdə dəfələrlə boksyor məğlub olur ki, bir dəfə o doğru, o həqiqi uğuru qazansın, həyatının uğurunu qazansın. Bəli. O uğursuzluqlar, yəni uduzmalar deyək. Uduzmalar, uğursuzluqlar. O uğursuzluqlar bunun uğurunu yetişdirən amillərdir. Belə deyil ki, o uğursuzluğun içində bir dənə bədbəxtliyi var. Xeyr, insanı yetişdirən amillərdir onlar. İnsan təcrübə toplayır, hər təcrübə uğur üçün bir addımdır. Uğur məfhumu Bəli. hamı üçünmü eynidir? Bizə baxanda görürsünüz ki, hamısının eyni deyil. Bəli. Bilirsiniz necədir? Məsələn, bu müasir dövrün bir tendensiyası var da, bizim də bir mövzumuz olmuşdu əvvəl bu barədə. Sosial şəbəkə məşhurlaşmaq, insanların uğur əldə etmək üçün. Uğur bir növ indi bu dəqiqə, bu dövrdə bərabərdir biraz da maddiyyat. Çünki maddiyyatı olmayan uğurun da bir qiyməti olmur da. Necə ki o türklərdə bir söz var, izləyicisiz başarını tatminkar bulmamaq. Əgər mənim uğurumun bir izləyicisi, bir alqışlayanı yoxdursa, mən o uğurdan da istədiyim zövqü almayacağam. Bəzən ailə dəyərlərinin də olmağı buna görə olur ki, məsələn, mənim ailəm olsun və mənim ailəm məni görsün. Bax, indi burada belə bir məsələ çıxır. Uğur ümumiyyətlə yaxşı bir şeydir. Uğurun baxır adını biz nə qoyuruq? Nəyin adını daha doğrusu uğur qoyuruq? Əgər biz ta qədimdən süzülüb gələn uğur barəsində danışırıqsa, yəni real uğur gerçək uğur barəsində danışırıqsa, orada tamaşaçı yoxdur. İzləyici yoxdur. Orada tamaşaçı yoxdur. Özüm üçün. Orada əl çalan yoxdur, orada alqışlayan yoxdur. Orada yalnız və yalnız sənin həyatın və bir də uğur var. Əhl-i Beytin həyatı sırf mənəvi oldu axı. Əhl-i Beytin həyatına baxanda hələ ən acınacaqlı bir dənə halı danışıram. Ən acınacaqlı halda İmam Hüseyn əleyhissalam öz bütün varidatının nə insanları var idisə hamısını veribdi Allah yolunda. Və sonda deyir ki, ilahi bu işlər 6 aylıq süd əmərini də bu yolda verib. Deyir ki, ilahi bu işlər mənə asandır. Niyə? Çünki tamaşaçısı sənsən. Sən baxırsan. Məsələn, görürsünüz, yenə də idman oyunlarına müraciət edim. İdman oyunlarında bir nəfər mənim öz tamaşaçım varsa, qıraqdan mənə dəstək olursa, mən ona görə çarpışıram ki, qalib gəlim. Motivasiya olur. Bəli, bəli, qalib gəlim. İndi insan əgər doğrudan Allah üçün yaşayırsa, qurbətin ilə Allah yaşayırsa, düzdür, bu həyatda yaşayırıq, biz yemək də yeməliyik, içməliyik də, yəni bunlar olmalıdır. Amma Allaha görə yemək də var, Allaha görə içmək də var, Allaha görə qazanmaq da var, Allaha görə xərcləmək də var. Əgər mən tamaşaçını Allah görürəmsə və Allahın mənə tamaşa eləməyini hiss edirəmsə, o zaman deməli, bu həm mənim motivasiyamdır, həm mənim uğurumdur, öz həyatıma tətbiq elədiyim uğurdur. Həm də dopinqimizdir. Dopinqdir, bəli. Və əgər doğrudan istədiyim işə nail oluramsa, istədiyim o məqsədimə çatıramsa, bu 2 qat uğurdur. Çünki mənim həm tamaşaçım alidir. Onun bəyənməyi və əl çalmağı altında mən bu uğuru qazanmışam. Həm də ki, o uğur mənim öz nailiyyətimdir, öz qoyduğum məqsədə çatmaqdır. Təsadüfən çatdığım bir şey deyil. Mənim öz istəyimlə, öz istədiyim şeyə nail olmağımdır. Amma müasir insan o dərəcədə deyil də. Müasir insan da o dərəcədədir. Ailələrdən, üzr istəyirəm, müasir insan da o dərəcədədir. Sadəcə o müasir insanın, belə deyək, bəzən qəflətdədir. Xəbəri yoxdur. Bir çox insanlar eyni işi görürlər, sadəcə biri bilərəkdən eləyir. Mən elə 2 gün bundan qabaq bir xanıma rast gəldim, gördüm ki, əlində bir boşqab yemək aşağı mərtəbəyə düşür. Biz salamlaşdıq, dedim ki, hara gedirsən? Dedim, mən un alanda, dedi ki, filan kəs xala, hara gedirsən? Niyə alırsan bunu? Dedim ki, xəngəl bişirəcəm. Dedi ki, mən anama deyəcəm, o da bişirsin. Mən gördüm, o uşaq istəyir. Günahdır ki, mən evdə yeyim, o uşağa verməyim.
Baxın, bu adi bir dənə İslami qaydadır, insani qaydadır. Bəzi adamlar bunu bilərəkdən eləyir, bəzi adamlar bilmədən eləyir. Adını günah qoyursa, deməli bu hardasa dinlə bağlayır bunu. Bəli. Əslində heç günah da deyil dinlə bu. Mən evimdə yemək yeyirəm və kiməsə vermirəm, bu o deməkdir ki, günahdır. Bəli. Sadəcə insani bir addım deyil. Hissdir, bəli. O işindən zövq alır. O onun insani uğurudur. İndi deyək ki, bu ancaq mənəvi şeylərə, bəli, hər bir şey mənəviyyatdan başlayır da, sonradan sirayət edir maddiyyata. Az əvvəlki sualımda bir şeyi qaçırtdım, yəni fikrimi çatdıra bilmədim. Bilirsiniz nədir? Bax, bu insanlar var ki, bax, çox idmana danışdıq. Məsələn, illərlə uğurlar qazanırlar, medallar qazanırlar. Nə edirlər? İnsanlar onu görmür, tanımır. Söhbət indi müasir insanın baxışından gedir də, yəni izləyicisinin insan olmağını istəyən insanlar. Amma gəlir bir gün TikTokda bir belə gülməli mi deyim, qeyri-adi bir video çəkir. Və o viral olur. Ölkə onu tanıyır və hətta ölkənin ən məşhurları onun o replikasından məsələn istifadə edir. Bilmirəm, izləyirsiniz sosial şəbəkələri və yaxud nə. Və o tanınır. Və uğur görün hardan gəldi ona. O da bir uğurdur və sonra bütün nə bilim restoranlar, şirkətlər onu çağırır öz yerinə və maddiyyat qarşılığında deyir bunu mənə reklam elə. Əslində o uğuru və özü də çıxışında deyir ki, mən illərlə idmanla məşğul olmuşam və bunun üçün ki mən tanınım. Mən tanınmamışam. Amma bugün bir cümlə işlədirəm ki, bugün olar və mən tanınıram. Əslində uğurun hardan gələcəyi bilinmirmi? Yəni nədir bunun o türklər deyir, büyüləyici bir şeyi ki, yəni uğur hardan gəlir? Bu insan çox böyük bir dənə uğurun dalıcı idi. Əldə edə bilmədi onu. Bilirsiniz, əgər insan işini, bayaq qeyd elədim ki, işini Allaha görə görürsə, Allah gözəl Allahlıq eləyir. O onu bildirəcək. Əgər yaxşı bir iş görürsə, Allah onu bildirəcək və məşhurlaşdıracaq. Bəli. Necə ki, tarixdə Nizamilər var, Füzulilər var, Nəsimlər var. Bunlar hamısı Allaha görə işlərini görüblər. İndinin indisindəki üstündən əsrlər keçib, 8-9 əsrlər keçib, amma bizim sevgililərimizdir bunlar. Bəli. Sevimlilərimizdir. Niyə? Çünki işlərini Allaha görə görüblər. Heç vaxt istəməyiblər ki, məsələn, kimsə mənə görüb əl çalsın. Məşhurlaşsın. İndi bu adam da böyük bir dənə uğurun dalıcı, çox böyük bir dənə uğurun dalıcı idi. O böyük uğuru qazanmadığına görə xırda uğurda azıb qaldı. Çox xırda uğurda azıb qaldı. Mən o adamı belə deyim, fikrim təhqir eləmək, tənqid eləmək deyil. Sadəcə doğrudan da o boyda işdən xırda bir işə düşüb və onun adını uğur qoymaq özü xırdalıqdır. Niyə insanlar uğurdan qorxur? Mən insanlarla işlədiyim zaman bəzən görürəm ki, o şuuraltı ki, biz psixoloqların fikrinə görə doğulduğumuz evlərdə formalaşırıq və bizim taleyimizi analarımız yazır. Bilmədən dedikləri cümlələrlə, sublimativ mesajları ilə bizə ötürdüyü, məsələn, bəzi qızlar var ki, deyir ki, mənim anam həmişə mənə deyirdi ki, sən hansı evə getsən orada gəlin olmayacaqsan. Mən 5 yaşım deyir var idi. Şıltaqlıq edirdim və mənə bu sözü deyirdi və həqiqətən də bu mənim şuuraltıma elə yazıldı ki, mən belə oldum. Və yaxud bəzi oğlanlar var ki, deyirlər ki, üzr istəyirəm ifadəmə görə, bundan adam olmayıb, olmayacaq və həqiqətən də olmur. Bu bizə yazılan mesajlardır. Bəs yaxşı, uğurdan qorxan insanlara biz psixoloqlar deyirik ki, valideynləri onları uğurlu olmağın qorxularının mesajını veriblər. Məsələn, dünya qanqadalı yerdir. Mesajı veririk uşaqlara. Məsələn, çıxdın küçəyə heç kəsdən konfet alma, birdən səni uğurlayarlar, getmə. Amma biz bu mesajı verə bilmirik ki, dünya həm də qanqadalı yerdir. Və ona görə də bizim böyütdüyümüz uşaqlar, yeniyetmələr həyatdan daim udar, zərbə gözləyirlər. Və zərbə gözlədikləri üçün də biz nəyi gözləyiriksə o cavabı da alırıq deyə, ona görə də zərbəni alırıq. Və
orada da bir mesaj var ki, uğurlu insanların dərdi çox olur. Zəngin insanlar gecə rahat yata bilmir. Nə bilim, elə bilirsiniz, uğurluların həyatı yaxşıdır. Məsələn, uğurlu bir iş adamı və ya bir məşhur bir insanı göstərirlər televizorda. Evində balaca uşağı olan adam deyir. Elə bilirsiniz, o xoşbəxtdir. Yəni bu mesaj göstərilərək uğurdan insanları qorxuduruq və ən birinci övladlarımızı. Bəs sizcə insanlar uğurdan niyə qorxur? İnsanı siz psixoloji olaraq dediniz ki, psixologiyada budur, evdə böyüyür və o maneələr də oradan yaranır. Amma İslamda budur ki, İslam 4 dənə amil bilir insanın tərbiyəsində. Birinci ailə tərbiyəsidir, ikinci ailə mühiti, yəni. İkincisi küçə mühitidir, dostlarının arasında. Üçüncü dərs mühitidir. Dördüncü də iş mühitidir. Bəli. Bu mühitlərdə insan böyüyür, boya başa çatır, tərbiyələnir və insanın maneələri və belə deyim, irəliləmələri bu mühitlərdən yaranır. Amma uğur deyəndə biz deyə bilmərik ki, yalnız zəngin insanlar uğurludular. Bəli. Elə ailələr var ki, ancaq gündəlik çörəklərini tapırlar, amma çox xoşbəxtdirlər. Ailənin deyir, pəpək yeyəndən məmək deyənə qədər hamısı elə xoşbəxtdir. Niyə? Çünki o qura bilib, ailə qurulası bir şey. Saatı necə qururlar ha? Ailə qurulası bir şeydir. Bu uğurdur. Ailə, bəli. Standart yaşamaq uğur hesab olunur. Yox, biz deyirik standart. İndi onun misalını gətirəcəyəm. Biz standart deyirik. Əgər insan harda gülmək lazımdır, harda ağlamaq lazımdır, harda sevinmək, harda heyfslənmək lazımdır, özü bilmirsə, övladına, digərinə onu sirayət eləyə bilməz, onu ötürə bilməz. Bu ailənin sahibi demək, harda gülmək, harda ağlamaq lazımdır, nəyi harda etmək lazımdır, bunları bilir. Amma bunun uğuru bir ailəsi boydadır. Bütün insanlar eyni boyda ola bilməz. Bəli. Bu öz ailəsinin imamıdır. Bundan biraz böyük olur məhəlləsinin imamı. Yavaş-yavaş şəhərinin imamı və bəzən də dünyanın imamı. Hamı dünyanın imamı ola bilməz. Bəzi insanlar öz ailəsinin uğurunu daşıyırlar. Bəli. Uğurlu ailə modelini verirlər, təhvil verirlər. Bəziləri uğurlu bələdiyyə başqanı, belə deyim, modelini verirlər. Yəni, niyə o bəziləri sadə evdə qalır? Bəli. Bəziləri məhəllənin, ölkənin, dünyanın lideri olur. Bax, onların fərqi nədir o insanların? Bu Allahın seçimidir, yoxsa? O tutumdur, o tutumdur. Hər insan öz tutumuna görədir. Hər insan öz tutumuna görə rəftar edir və o tutumu boyda imamdır. Bu uğuru Allah verir, yoxsa Allah vermir. Biz Allahdan məcburi alırıq bunu, yoxsa Allah bizə məcburi verir. Belə bir şey yoxdur. Allah Teala hər bir şeyi hər kəsə verir və heç kəs ondan məhrum deyil. Sadəcə insan öz tutumuna görə, gələcəyini qurmaq amalına görə o uğurları əldə edir. Kimisi ailə boyda, kimisi dünya boyda. Belə bir deyim var, ağıllı olub dünyanın dərdini çəkməkdənsə, dəli ol, dünya sənin dərdini çəksin. Uğurlu olmaq üçün biraz dəlilik, çılğınlıq lazımdırmı? Yəni, riski bacaran insan, biraz çılğınlığı, dəliliyi bacaran insan, hətta o insanların ailələri ilə biz söhbət eləyəndə, onların bir sözü olur. O uşaqlıqdan belə idi. Uşaqlıqdan öz bildiyini heç kəsə vermirdi, öz düzləri var idi. Yəni, həqiqətən uğur biraz dəliliyi tələb etmirmi? Əvvəla o deyim ki, dediniz, doğrudan da o hansısa dəlinin bir dənə uğurudur. Azərbaycan dilində dediniz, ağıllı olub başqasının dərdini çəkməkdənsə, dəli ol, qoy başqası sənin dərdini çəksin. Bu bir dənə, belə deyim, ağıllı olmayan insanın dediyidir. Amma gəlib də atalar sözü kimi, bu onun uğurudur. Bəli, artıq qazanıb. Bu onun uğurudur. Amma ağıllı insanlar belə deməyiblər. Məsələn, nə deyib ağıllılar? Ağıllı insanlar deyiblər ki, hətta cəhənnəmə getsən belə bilib cəhənnəmə getmək daha yaxşıdır. Yəni bilməyib cənnətə getməkdənsə bilib cəhənnəmə getmək daha yaxşıdır.
Amma mən son dövr çox eşidirəm ki, hamı deyir, kaş çox şey bilməzdim. Bilməyənlər üçün rahatdır həyat. Bax bunu Biz elə bilirik ki, çox şey bilir. Bilən adamlar, məsələn İbn Sina kimi adam ömrünün sonlarında deyir ki, mən bu qədər oxudum, öyrəndim, təcrübə topladım, elm öyrəndim, bildim ki, heç nə bilmirəm. Az tutumu olan insanlar elə bilirlər ki, çox bilirəm. Mən dəfələrlə məclislərdə şahid olmuşam ki, iclaslarda, məclislərdə şahid olmuşam ki, məsələn bir nəfər çıxır, mən danışanda bir nəfər çıxır, deyir ki, mən Quranı səndən də yaxşı bilirəm, neçə dəfə də oxumuşam. Bu adam bu boydadır. Onun özündən böyük ondan rəftar eləmək olmaz. Ona belə deyim, motivasiya vermək lazım. Doğrudan da sən məndən çox bilirsən və sən çox oxumusan. Bu hərənin öz dilində danışmaqdır bu. Yox. Sadəcə özünü uduzlaşdırmamaqdır. Özümü, əgər mən onunla kəllə-kəlləyə qoysam, ona subut eləsəm ki, sən heç nə bilmirsən, onsuz da ona subut eləyə bilməyəcəyəm. Üstəgəl özümü kiçildəcəyəm. Deyəcəklər ki, filan kəs mübahisə eləyirdi. Yəni özümü xərcləyəcəyəm. Ona görə də elə adamlara Allah da Quranda buyurur ki, elə ki bir dənə o cür adam gördün, nadan adam gördün, deyilən salamun aleykum və salam. Yola verginən. Salamun aleykum. Çünki o səni də nadanlaşdıracaq. Amma qaldı ki, dəli olmağa, o çılğınlığa. İnsan ümumiyyətlə belə bir dənə varlıqdır. Öz uşaqlıqda olduğu kimi özünü kim saxlaya bilirsə, uşaqlıqda nə xasiyyət vardır. O xasiyyəti kim nə qədər çox qoruyub saxlayırsa, bir o qədər uğurlu adamdır. Uşaq vaxtı insan çılğın da olur, insan düşünmədən addımlar da atır. Bəzən düşünmədiyimiz addımlar bizi daha tez çatdıra bilir məqsədə. Bunun müxtəlif səbəbləri var. Ola bilər ki, bizim Azərbaycan dilinin gözəl bir dənə deyimi var. Deyir ki, anan namaz üstəymiş. Bəzən anamızın namaz üstə olmağı bizi aparır, ora çatdırır. Biz elə bilirik ki, mənim uğurumdur. Bəzən olan hadisələrdə atdığın o kişi addımı mən cinsiyyət baxımından demirəm. Yəni doğru düzgün həyatı doğru düzgün insan kimi yaşayan, istər qadın olsun, istər kişi olsun, kişi addımı deyirlər ona. İstər qadın olsun, istər kişi olsun, nanəcib addım atanda deyirlər filan kəs arvaddır. Fərqi yoxdur bunun, cinsiyyətə dəxli yoxdur. Bu bizim dünyada qazancımızdır. Yadınıza gəlirsə, Qəzəlxan filmində Vahid deyir ki, dünyaya insan gəlmir, insanın xam malı gəlir. Sən onu insan da eləyə bilərsən, sən onu qeyri-insan da eləyə bilərsən. Eləcə də dünyada ümumiyyətlə iki dənə şey var ki, mahiyyəti varlığından ayrıdır. Cəmi iki dənə şey var. Heç bir məsələn daşa deyənməzsən ki, daşlığın olsun, heç bir kəsəyə deyənməzsən, kəsəkliyin olsun, işığa deyənməzsən, işıqlığın olsun. Amma bir insana deyirsən ki, adamlığın olsun. Adamdır bu. Amma deyirsən adamlığın olsun. Deməli, adam olmaqla adamlıq ayrı-ayrı şeylərdir. Bir də kişiyə deyirlər. Kişi erkək mənasında yox. Qadının da, deyir aslanın erkəyi dişisi olmaz. Qadının da, kişinin də nəcib hərəkətinə kişi hərəkəti deyirlər. Bu cinsiyyətə aid deyil. Qadının da, kişinin də nanəcib hərəkətinə arvad hərəkəti deyirlər. Əgər bir insan doğrudan nəcib hərəkət edirsə, kişi hərəkət edirsə və o kişilikdən bunun övladına bir xeyir çatır və yaxud da ki, özü eləyir və özünə bir uğur çatır, bu Allah Taala'nın vergisidir, ona fitri istedad kimi. Fitri istedad kimi. Mən deməli, dəfələrlə hadisələr olmuşdu. Həmin hadisələrdə bir nəfərin başına heç bir şey gəlməmişdi. Adətən, yəni 4-5 dənə elə hadisədən sonra ya bu adamın abır getməli idi, ya məsələn ölüb getməli idi. Heç biri olmamışdı. Heç biri olmamışdı. Bu elə əvvəlki öz ambulansında idi. Möhtərəm adamlardan biri ona dedi ki, sənin aton ya babon bir insanı ölümdən xilas eləməyib ki, vallahi bilmirəm. Sənin bu hadisələrdən çıxmağın ona bənzəyir ki, sənin aton ya babon hansısa bir dənə insanı ölümdən, nakam ölümdən, belə deyim,
nahaq ölümdən xilas edib. Ona görə sənin başına bu şeylər gəlir. Yəni bunu tarixən insanlar deyiblər bu kəlmələri, bu sözləri. Sadəcə indi bizim aramızda qalmayıbdı. O çılğın olmaq, uşaqlıq xasiyyəti, xislətini saxlamaq, bəli. Hardasa uğura açar ola bilir. Amma o demək deyil ki, hər insan elə çılğın olsa gedib uğura çatacaq. Elə deyil. Dəliyəm, güclüyəm. Bəli, hər insan elə hər dəli gedib uğura çatmır. Bəli. Sadəcə dəliliyin... O deyir, Koroğludan sonra çox oğlanlar. Bəli, dəliliyin də yeri var. Da harda dəlilik eləməliyim, onu bilirəmsə, deməli mən elə ağıllı insanam və uğurlu insanam. Biz psixologiyada deyirik karma. Biz deyirik ki, nəyi yaşadırsansa, onu yaşayırsan. Mənfi şeydə yaşatsan, yaşayacaqsan, müsbət şeydə. Adətən mənfiyə deyirlər karma. Adətən mənfiyə deyirik ki, məsələn, sən birinin haqqına girirsənsə, biri sənə yardım edirsə, biri sənə belə deyim də, nəslində heç kəsin etməyəcəklərini edirsə və sən ona qarşı nankör olursansa, biz deyirik ki, karmavı gözlə. Dində nə deyirlər buna? Biz deyirik ki, Allahın cəzası gələr, Allahın bəlası gələr, Allahın bəzən şəfqət şilləsi var. Aha. O şəfqət şilləsi xoşbəxt bir dənə şillədir. Səni ayıltmaq istəyir. Düzdür, ağırdır, cəzadır. Amma şəfqət şilləsi, Allah Teala səni ayıltmaqdan ötürü hardan ayırırsansa, oradan vurur. Və çox ağır bir dənə işdir. Bəs şəfqət olmayanda nə olur? Şəfqət olmayanda onu cəzalandırmaq. Ümumiyyətlə, Allah Teala insanları bəzən danlayır. Bu danlayanda ona şəfqət şilləsi vurur. Bəzən cəzalandırır. Onda ona həqiqi şillə vurur. Bəzən isə böyüməsini istəyir. Aliləşməsini. Bəli, aliləşməsini istəyir. Onda onun əlindən xırda şeylər alır. Bir iqra kimi də oyunlar var. Oyunlar. Bu oyunlarda görürsünüz ki, bəzi şeylər əlindən alınır ki, sonraki level'ı keçəsən. Bəli. İndi Allah Teala da bəzən insanı böyütməkdən ötürü o dünənki oyuncaqları onun əlindən alır ki, artıq sən belə deyim, xırda oyuncaq maşınla oynamalı vaxtın deyil, sən artıq motosiklet sürməlisən məsələn. Bəli. O oyuncaqları ona görə alır adamın əlinə. Həyatda da insanın əlindən bəzi şeylərin alınması, belə deyək, insanın qarğınması deyil, insanın məhrum saxlanılması deyil. Sadəcə onun biraz böyüyüb, daha iri bir şeylərlə, bir şeyləri əldə eləməsinə gətirib çıxardır. Haram yolla qazanılan, amma uğurlu görülən insanlar var. Biz psixologiyada deyirik ki, əgər o bu nöqtəyə gəlincən çox canlar incidibsə, çox haqqa giribsə, mütləq ki, onun həyatında o izlər görünür. Sadəcə o bəlkə biz görmürük o tərəfini. Bəs dinin baxışı nədir? Haram yolla qazanılan, amma uğurlu görünən insanlara necə izah olunur dində? Onlara necə baxış var? O biraz linçlənə bilərik. O xoşbəxt ola bilmir. Aha. O xoşbəxt ola bilmir. Tarixdə olan bir dənə dialoqu sizə danışım. Bəlkə tamaşaçılara da maraqlı oldu. Bir gün Muaviyə belə deyək, vəziri, öz vəziri deyək də, Əmr Asa sual verdi. Dedi ki, mən fəzilətliyəm, yoxsa Əli fəzilətlidir? Əmr As başladı gülməyə. Əmr As da Əli İslamın düşmənidir, Muaviyə də. Əmr As başladı gülməyə. Dedi, nəyə gülürsən? Dedi, Muaviyə, sənin bu gün süfrən var, yağlıdır süfrən, cəmaat sənin yanındadır, ətrafındadır. Sən elə bilirsən, bunlar səni sevirlər. Amma sən bu gün ölsün və yaxud bunlar əlindən çıxsa, xalq sənin ayağı yolu daşı kimi tullayacaq, hara tulladığını özünə bilməyəcək. İstinca daşı deyirlər ona. Özdə bilməyəcək, hara tullayacaq. Yəni, bir daha görməməyim arzusu ilə tullayacaq. Amma əlini isə yağsız, süfrəsiz sevirlər. Heç nəsiz sevirlər. İndi bir insan haramla gəlib bir yerə çatırsa, əvvəla onun vicdanı onu
rahat buraxmır. Vicdanı Allah Teala Quranda qiyamətlə eyni dərəcədə adını çəkir. La uqsimu bi yevmil qiyamah və la uqsimu bin nəfsil ləvvamə. And olsun qiyamətə, and olsun vicdana. Yəni qiyamət necədirsə, orada necə rüşvət keçmir, xahiş minnət keçmir, vicdanda da o cürdür. Birinin xətrinə dəyib gecə rahat uyumaq olmaz, yatmaq olmaz. Mümkün deyil. Amma bu vicdan əlbəttə dəyişilir. Getdikcə olur ki, insan o qədər vicdanın sözünə baxmayıb, artıq o vicdan səni danlamır, səni tərifləyir. Məsələn, birinə bir narahatçılıq yaradanda o vicdan deyir, sən əla elədin, yaxşı elədin. Bizim bundan işimiz yoxdur. Bizim həqiqi vicdandan işimiz var ki, o vicdan insanı rahat buraxmaz. Haramla qazanan insanı rahat buraxmaz. Bir. İkincisi, o insan özünü xoşbəxt saya bilmir. Niyə? Çünki içindən bir dənə narahatçılıq var və narazıçılıq var həmişə. Vicdanları sönmür. Yox, vicdan sönmür. Vicdan çevrilir. Vicdan kallap salına düşür və çevrilir. Sən onu o qədər öz oxundan çıxardırsan, o çevrilir olur. Ərəb dilində nəfs-i ləvvamə deyirlər. Yəni danlayan nəfs vicdana. Amma bəzən isə o qədər onun sözünə baxmırsan, olur nəfs-i mühəssənə, yəni tərifləyən nəfs. Artıq dünən sənin o işi ki danlayırdı, bugün artıq tərifləyir. Əhsən deyirsən. Bəli, o işi tərifləyir. Amma vicdan ölmür, çevrilir sadəcə. O insan ki haramla cəmləyib, toplayıb, ola bilər ki həyatda bunun başı o qədər qarışsın. Öz bədbəxtliyini hiss eləməsin. Amma ölüm yatağında o sonda mütləqdir ki, o bu dünyada yaşamadığını hiss eləyəcək. Bir dənə Bişir Hafi vardı. Bişir Hafi, Bişir adlı ərəb adıdır, bir nəfər kişinin adıdır. Hafi ayaqyalına deyirlər. Ayaqyalın. Bu adam varlı, dövlətli, zəngin bir dənə adam idi. Hər gecə rəqqasələr filanlar təşkil verirdi, eş-işrət məclisi təşkil edirdi və günü belə keçirdi. Heç vaxt onun vaxtı yox idi ki, düşünsün. Bir gün İmam Musa Kazım əleyhissalam oradan keçirdi, axşam vaxtı idi, səs-küyü eşitdi. Bir kəniz də çıxmışdı, zibil atmağa yoxsa nəyəsə. Ağanı gördü, dayandı, İmam Musa Kazım əleyhissalam gördü, dayandı. İmam soruşdu ki, bu ev bəndənin evidir, yoxsa qulun evidir, üzr istəyirəm, ağanın evidir. Yəni bu evin sahibi quldur, yoxsa azaddır. Sözün hər ikisi mənasında da. Bəydir, bəyzadədir və yaxud da ki quldur, nökərdir, qarabaşdır. Kəniz dedi ki, yox, bu azaddır. Ağa çıxdı, getdi. Bu kəniz içəri gələndə Bişir soruşdu ki, niyə belə gec gəldin? Dedi, İmam Musa Kazım əleyhissalamı gördüm, ona görə gec gəldim. Dedi ki, onu görəndə gecikirlər. Dedi, sual verdi mənə, söz soruşdu. Nə soruşdu? Dedi, soruşdu ki, bu evin sahibi azaddır, yoxsa quldur? Sən nə dedin? Dedim ki, azaddır. Dedi, hə, qul olsaydı belə eləməzdi. Eləyə bilməzdi. Bişir Hafini bu başlayır düşünməyə, vadar eləməyə. Hafi ona görə deyirlər, orada ayaqyalın qaçır ağanın dalıca və soruşur bunun mahiyyətini, soruşur bunun hikmətini. Ağa da deyir ki, bir nəfər özünü Allahın qulu bilirsə, heç vaxt bu haram işləri görməz. Bişir olur həmən zamanəsinin ən ali bir dənə arifi, mərifət sahibi. Bir dəfə düşünməklə. İndi bu insan ola bilər ki, haramla qazanıb, amma ömrü boyu düşünməyə vaxtı olmayıb. Haçansa düşünəndə çox yıxılacaq. Bilirsiniz, nə qədər çox insan yuxarı qalxdı, yıxılanda bir o qədər bərk əzilir. Bəli. Amma sizin bu sözünüz məni bir psixoloq kimi də narahat elədi. Bir insan kimi də düşündürdü, hansı sözünüz. Daha çox insanların həyatlarına düşündüm, siz danışa-danışa fikirləşdim. İnsanlar onda bir-birlərini Muaviyyəni sevdiyi kimi sevirlər bu dövrdə. Çünki baxıram insanların həyatına, nə qədər ki səndən mənfəətləri var, sən baş tacı olursan, sən sevilirsən, sən əzizlənirsən. Amma nə qədər ki o mənfəəti bitəndə, işi bitəndə artıq bu sevgi. O zaman deyə bilərikmi ki, müasir insanlar daha çox
Muaviyəni sevər kimi sevir bir-birini. O bayaq çəkdiyimiz misal. Çünki ətrafımızda, həyatımızda, insanlarda nə qədər alıver dəngəsi pozulmuş bir sevgi görürsünüz. Yəni neçə nəfər barmaq sayı qədər insan varmı ki, əlini sevənlər kimi olsun da. Yəni sizin çəkdiyiniz misala əsasən deyirəm ki, bugün müasir insanın yaşam tərzidir artıq o. Bəli. Yəni, təəssüf hissidir, amma çox qəribə bir hiss oldu məndə. Dünyada Machiavelli fəlsəfəsi hakim olandan sonra insanlar da elə o cür düşünürlər. Machiavelli fəlsəfəsidir də bu. Siz təsəvvür edin, bir tərəfdə bir dənə qoca kişi, qalın qaba əba geyinmiş, daşın üstündə oturmuş, üzündə çapıqlar olan bir insan, yorğun bir insan oturub, digər tərəfdə isə sir sifətindən yağ axan, gözəl geyinmiş, ətrafında qul-qarabaşı olan bir insan. İnsan hansının dalınca gedər? Əlbəttə ki, indiki insan, ümumiyyətlə biz o qul-qarabaşı ətrafında olanın yanına gedirik. Bəli. Amma o Muaviyədir. Əli əleyhissalam diyor, daşın üstündə oturub cəmaatın sorğu-sualına cavab verir, yorğundur, dünya yorubdu onu. Machiavelli deyirdi ki, deyirdi, hansı siyasət işləyirsə o siyasət düzgündür. Əli siyasəti işləmədi. Deməli, düzgünlük, gerçəklik, reallıq getmir bu həyatda. Biz hətta əl çalanda belə, bilirik, özümüz bilirik ki, düz şeyə əl çalmırıq. Baxın, tribunadan çıxıb biri yalan danışır. Özü danışdığı yalanına inanır və digərləri də hamısı bilir yalan danışır. Hamısı ona əl çalır. Psixologiyada insanın öz yalanına inanmağı da bir xəstəlikdir və bu mitonomaniya adlanır. İnsan artıq o qədər yalan danışır. Deməli, artıq bütün insanlar o xəstəliyə tutulublar. Bəli, təəssüf. Belə notda istəmirəm, amma bir sual da verim. Uğur ədalətlidirmi? Çox ədalətlidir uğur. Hər insan bayaq qeyd elədi ki, öz tutumuna görə bu dünyada uğur qazanır. Bəli. Əgər doğrudan da bir nəfər daha çox çalışır və daha çox uğur əldə eləyirsə, bu o demək deyil ki, ədalətsizdir. Bir nəfər çox çalışır, amma çox uğur əldə eləmir. Biz bildiyimiz uğurdan. Bir nəfər heç çalışmır, çox uğur əldə edir. Bəli. Biz adını biz uğur qoymuşuq. Əslində o çox çalışan daha çox təcrübə toplayıbdı və daha çox belə deyək, uğura imza atıbdı. Məhəmməd Füzuli rəhmətli fikirləşin. Zamanında çox az, yalavaz, insanlar tərəfindən başa düşülməyən bir insan idi. Salam verdim. Baxın, rüşvət deyildi. Neçə illərdən sonra siz və mən salam verdim, rüşvət deyildir deyə almadıları biliriksə, bu Füzulinin uğurudur. Bəli. 1000 il sonra. Bəli. 1000 il sonra. Heyrət ey büt, surətin gördükdə lal eylər məni. Ramiz Rövşənin burada bir deyimi var. Gilası mürəbbə, quzunu kabab, şairi heykəl tək sevən insan. Bəli, bu da amma biraz acımasızdır da, yəni biz heykəl kimi yox, biz Füzulini doğrudan yəni biz deyirik ki, Füzuli, rəhmətli Füzuli, sənin zamanında olsaydı biz sənə daha yaxşı qiymət verərdik. Çünki sən hələ bir kəlməni biz bu vaxta qədər yaşatmışıq, əzbər bilirik, həyatımızda tətbiq eləməyə çalışırıq onu. Bəli. Füzuli rəhmətli yaşadığı dövrdə heç də uğurlu bir adam deyildi. Uğurlu bir adam deyildi. Sadəcə biz adını uğur qoyduğumuz adam deyildi. Görün nə qədər böyük uğurlu adam idi ki, onun dövründə uğurun düsturuna sığmırdı. Onun dövründə yaşayan babamı mən tanımıram. Adını bilmirəm. Siz də o cür. Bəli. Amma Füzulini tanıyırıq. Sanki Füzuli bizim babamızdır. Onun sözləri bizim üçün əsasdır. Salam verdim, rüşvət deyildir deyə almadılar kəlməsi Füzuli rəhmətliyin bugünkü 1000 il sonraki uğurudur. Bəli. Bir də uğur barədə bunu mən
oxumuşdum. Bir neçə hətta mən çıxışlarımda bunu demişəm. Düzdür, Füzulidən sonra Ronaldoya keçid eləmək Eybi biraz... yoxdur, insandır da. Hər ikisi insandır. Məsələn, Həzrət Əli Rəsul sözü yadınızda saxlayın. Həzrət Əli Rəsulun Malikəşləri Misirə göndərəndə ona bir məktub yazdı. Dedi ki, Malik, getdiyin yerdə sənin din qardaşların var. Və bir də insan qardaşların var. O adamlar ki, dindardır, sənin din qardaşların. O adamlar ki, dinləri yoxdur, o adamlar da sənin insan qardaşların. İndi Füzuli rəhmətli ilə Ronaldo insan qardaşlarıdır. Burada bir məqaləsini oxumuşdum. İndi bunu futbolla maraqlananlar daha yaxşı bilər. Onun bir qeyri-adi bir qol vurmuşdu. Onun videorolikləri də çox viral olmuşdu o vaxt. Ona sual verdilər ki, uğur budurmu? Yəni sənin məşqinin nəticəsi bu uğuru dünyada heç kəs əldə eləməmişdi, sən əldə eləmişdin. Çox gözəl bir cavabını oxudum onun. Orada deyir ki, bəli bu uğur idi. Amma bu uğurun sirri mənim illərlə məşq etməyim və lazımı anda, lazımı yerdə olmağım idi bu uğurun sirri. Yəni mən o anda, o saniyədə, o yerdə olmasaydım, o qolu vura bilməyəcəkdim. İndi bu sadə bir qoldur, amma buradan biz izləyicilərimizə bunu mesaj kimi göndərə bilərik ki, lazımı vaxtda, lazımı yerdə olmağın özü belə bir uğurdur. Lazımı yerdə, lazımı addımı atmaq. Düzdür, indi biraz müasir psixoloqlar dağıtmağa meyillidirlər. Bilmirəm hardan gəldi bu külək, necə oldu, amma müasir psixoloqlar dağıtmağa meyillidir. Hətta gələn pasiyentə düzəltmək yerinə deyir, həyatını alt-üst elə, bəlkə altı-üstündən gözəldir. Uğurun sirrini bu cür ötürürlər. Amma hər vaxt da hər şeyi alt-üst edib düzəlmək olmur. Biz Azərbaycanlıyıq. Biz Avropa seans mədəniyyətini gətirib, biz öz ürfümüzə uyğunlaşdıra bilmərik. Çünki bizim qanımız elə qandır ki, bizim ataya da ehtiyacımız var, anaya da, bacıya da, qardaşa da. Bəli, bilirəm, buradan izləyənlər indi deyir ki, sən görməmsən də bizimkiləri ki, necədir, rahat deyirsən. Amma pisi belə bizə lazımdır. Ona görə də uğur əldə etmək üçün lazımı anda, lazımı yerdə olmaq lazımdır. O necə ki deyirlər, sən 5 dostun ortasısan. Yəni 5 dostun necəsə 6-cısı sən o cürsən. Uğurlu olmaq üçün uğurlu insanların yanında da mı olmaq lazımdır? Məncə lazımdır. Bu dediyi sözlərə mən belə deyim, bir anlıq susub əhsən və deyirəm və əl çalıram. Təşəkkür edirəm. Gözəl bir dənə çıxış idi doğrudan da. Demək olar ki, bizim mentalitetimiz elə budur. Bəli. Amma qaldı Ronaldoya. Ronaldo ömrünü sərf eləməyib o qoldan ötürü. Sadəcə o qolu vurmaq bacarığından ötürü sərf edib ömrünü. Zəhməti ona çəkibdi. Bəli. Belə deyil ki, biz uğurun bir dənə qarşımıza uğur məqsədi qoyub ondan ötürü çalışıq. Xeyr, uğur qazanmağı bacarmaq üçün zəhmət çəkməliyik. Ondan ötürü insanların yanında olmaq lazım. Bəli, insan cəmiyyətin içində olmaq özü bir dənə uğurdur. Cəmiyyətin içində olmaq özü bir dənə inkişafdır. Cəmiyyətin içində olmaq, baxın, insanı stressdən xilas eləyər. İndinin ən böyük xəstəliyi də bu stres xəstəliyi. Panik atak da bundan Panik atakdan yaranır. insanı xilas eləyər. Belə deyil ki... Hacı keçdi mənim sahəmə. Belə deyil ki... Panik ataka. Yox, elə din də bunu deyir. Belə deyil ki, mən panik atak olandan sonra gedib cəmiyyətə. Yox, əvvəldən cəmiyyətin içində olmaq lazım ki, o gəlməsin. İmmun yaransın. Bəli, o gəlməsin. Onlar insanın uğurlarının demək olar ki, ilk addımları, mən bir dənə belə status yazmışdım. Yazmışdım ki, 1000 kilometr məsafənin də... Bəli, baxmışdım. 1000 kilometr məsafədə ilk addımdan başlayır. Bəli. Bizim ilk addımımız cəmiyyətin içində olmaqdır. Biz cəmiyyətin, belə deyim, çətinliklərinə sinə gərməyindən sinə gərməyi öyrənməliyik, çətinliklərinə səbr eləməyindən səbr eləməyi öyrənməliyik və çətinliklərinə ağlamağı da öyrənməliyik. Onların halına yanmağı da öyrənməliyik. Təsəlli verməyi də öyrənməliyik. Vallahi bunların hamısının adı uğurdur. Bunlar hamısı uğurdur. Bir insanda bunların hamısı varsa, görün neçə insan deməkdir bu.
Bir insan neçə dənə insana əvəz eləyə bilir. Bu elə uğurlu insan da ola bilər ki, dünyada zəngin olmasın. Mən bilirəm, sahədən çaşdırıram. Siz o zənginlik sahəsinə girmək istəyirsiniz, amma mən deyirəm ki, insanın uğuru maddiyyatla ölçülmür. İnsanın uğuru insanlıqla ölçülür. O insanlığın içində maddi zənginlik də var, amma əsasən mənəvi zənginliyin üzərində qurulubdur. Bir də belə insanlar var ki, düzdür, onlar mən psixoloq olaraq qəbul eləmirəm o sualı, amma məsələn sual var ki, deyirlər ki, biz hər bir şey elədik, əlimizdən gələn hər bir addım atdıq, bir iş üçün maddi, mənəvi bütün eforları xərclədik, amma uğur qazana bilmədik. Məndən bir psixoloq kimi soruşsalar, deyərəm ki, yəqin ki, yol xəritəsi olmayıb əlində. Bəli, və ya doğru yola zəhmət çəkməyib. Bəli, və ya kompası düz qurulmayıb, və ya məsələn o biz uşaq olanda kinolar var idi, belə dərnəklər olurdu. Orada bir hoca olurdu. Bəli. Ondan öyrənirdilər və orada nə qeyd olunurdu? Sən bunu ustadsız eləyə bilməzsən, eləsən azarsan. Bəzən bax uğur əldə edib hər şeyi elədim deyən adamların bəzi mən psixoloq kimi boşluqlarını görürəm. Məsələn, bəzən düzgün sahəyə efor xərcləmirlər, bəzən sağdan baxırlar, solu görmürlər. Yəni mən bunu əslində inancında deyiləm ki, insan hər şeyi edir, maddi, mənəvi bütün xərcləri, bütün mənəviyyatını qoyur, amma alınmır deyə. Məsələn, o belə bir deyim var, Allah ədalətlidir də. Yəni mən deyir elə bir Allah tanımıram ki, ya ruzu üçün, ya uğur üçün nəsə eləyəsən olmasın. Amma yaxşı, belə düşünənlərə nə deyək? Niyə uğur qazanmadılar? Əvvəla mən onu deyim ki, mənim 58 yaşım var və bu 58 ildə, bunun 15 ilin çıxaq qalan ömrümdə onu görmüşəm ki, nəyə zəhmət çəkmişəmsə, orada şansım çox olub. Belə olmayıb ki, nəyisə gətirib mənim qarşıma qoysunlar. Hər zəhmətin müqabilində görmüşəm ki, şansım artdı. Amma qaldı, hər bir şey eləmişəm, nail ola bilməmişəm öz məqsədimə, deməli, düzgün məqsədə tərəf getməmisən. Əgər Allah Teala insana deyir ki, məsələn, dabanını söykə bir dənə dağa, 10 metr get, 10 addım at, sonra 2 metr qaz, oradan qızıl çıxaracaqsan. Mən deyim ki, daha çox eləyəcəm, 11 addım atacağam və yaxud 5 metrə qazacağam. Yox, onu əldə edə bilməyəcəyəm. Nə varsa onu etməliyəm. Nə deyilibsə onu etməliyəm. Əvvəla insan özünü tanımalıdır. Əleyhissalam buyurur ki, mən ərəfə nəfsə fəqət ərəfə Rəbbə. Özünü tanıyan Rəbbini tanıyar. Mən özümü tanımalıyam. Tutumum nə boydadır onu bilməliyəm və nəyə zəhmət çəkib, nəyi hasil eləməliyəm onu bilməliyəm. Bilmədiyim işin dalıca getmək, qaranlığa daş atmaq kimidir. Nəyə dəyəcək bilmirik. Mənim bir qonşum vardı, bu Rusiyadan gəldi və dedi ki, mən təsərrüfat işləri ilə məşğul olacağam. Göyərti səpəcəyəm və çoxlu qazanc qazanacağam. Qabaqcadan bir ildən sonra hansı pula sahib olmağını da hesablayıb deyirdi və ant da içirdi. Doğrudan da çox böyük zəhmət çəkdi, böyük plantasiyalar qurdu ki, mən burada soğan və geçniş yaradacağam bu cür. Siz təsəvvür edin, bütün varidatını uduzdu. Niyə? Ona görə ki, sən aqronom deyilsən. Sən yalnız bunun iqtisadi tərəfini bilirsən. Amma becərən tərəfi bilmirsən, rəblik tərəfini bilmirsən, tərbiyəçilik tərəfini bilmirsən. Odur, insan öz tutumuna uyğun və bildiyi işin dalıca zəhmət çəkməlidir. Bir insan bütün zəhmətləri çəkib, amma nail olmayıb, o demək ki, o adam düzgün yerə zəhmət çəkməyib. Yoxsa Allah Teala bayaq qeyd elədim, gözəl Allahdır, Allahlığı da gözəl bilir. Heç bir iş sahibinin, zəhmət çəkənin işini zay eləmir. Sadəcə o adam düzgün yola, düzgün xəritəyə sahib deyildir. Adi bu Waze proqramında 5 metr səhv dönəndən sonra 3 kilometr bəzən adamın yolu uzanır. Eynən ondan. Sonda hacım, istəyirəm ki,
uğur üçün bir psixoloji qayda, bir dini qayda. Hətta dini qaydaya Allahın qoyduğu bir qayda kimi deyək. Mən psixolojini deyim ki, siz sonda damğa kimi dini qaydanı da vurasınız. Psixoloji olaraq uğur qazanmaq istəyən insanlar üçün bu qaydanı deyə bilərəm ki, uğur istəyən insan motivasiyaya qaçmasın, intizama qaçsın. Çünki motivasiya hissi, nizam intizamlı olmaq isə bir qərardır. Əgər bir işdə uğur qazanmaq istəyirsinizsə, bir sahədə irəliləmək istəyirsinizsə, bunun üçün mənə görə bir psixoloq kimi nizam intizamlı olmalısınız. Gerisi o diri təfərrüat. Siz də bir uğurun qaydasını qısa Eyni sözü sadəcə dini mətnlərlə mən qeyd eləyəcəyəm. Əvvəla deyim ki, damğa yox, möhür inşallah vururuq. Dinin damğası yox, möhürünü vururuq. Aha, yaxşı. Aha. Öz vəzifənə, gündəlik vəzifənə doğru düzgün riayət elə. Nəticə uğurdur. Bir də öz gündəlik vəzifənə olduğu kimi vəzifənə riayət elə. Vəzifəni düzgün yerinə yetir. Nəticə uğurdur. Təşəkkür edirəm hacı. Sağ olun. Bugünkü podkastımıza baxdığınız üçün təşəkkür edirik. Hər birinizin uğurlu olmağınız diləyi ilə özünüzdən və ruhunuzdan müğəyyət olun. Sağ olun.